aşırı şəkildə bir narahatçılıq hiss elədiyimizə görə, narahatçılıq hiss elədiyimizə görə hamısı hər şey elə gəlir ki, biz, nə deyim, heç nə bilmirik. Başa düşürsünüz? Bu kafada. Amma elə deyil, siz çox şey bilirsiniz. Aydındır. Bu tip şeylər yaşanması, düşünülməsi normal olan şeylərdir. Yəni sənin bir dəqiqə o şey həyəcanlı şeydir. Allah eləməsin, bir ananın övladı, əli qolu yanır. Məsəl üçün, əli qolu yanır, amma ana həkimdir. Soyuqqanlı adam deyilsə, həmin an olursa hər şey itirir. O həkimliyini də itirir, heç nə eləyə bilmir. Başa düşürsünüz? Bu imtahana gedəndə birinci sizdən hamınızın istədiyim sertifikasiyadır. Birinci rasional olmaq lazımdır, yəni ağıllı olmaq lazımdır. Kənardan nə isə, nələrisə, Fatma Nisəni, Gül Nisəni, məktəbi, valideyni və hər şeyi düşündüyünüz müddətcə özünüzü baskı altında saxlayasınız. Elə bir şey Elədir. yoxdur. Evet. Bəli, sizin özünüzdən bəklentiniz var, sizin ətrafınızdakilərin sizdən bəklentisi var. Bunlar normaldır. İstənilən halda normal. Və insanların ümumiyyətlə qorxusu yoxdur deyə bir şey yoxdur. Zaten doğru, insanın qorxusu yoxdursa o deyil, robotdur. Yəni insan deyil. Siz yaradılış olaraq duygusal bir varlıqlarıq. Duygusal varlığın sevinci də var, kədəri də var, qorxusu da var, qorxutduğu da var. Bunlar hamısı var. Amma məsələ bundan ibarətdir ki, sevincinizi də, qorxunuzu da idarə etməlisiniz. Ya siz onların köləsi olasınız, ya da onlar sizin köləniz olacaq. Nə qədər ki, qorxularınızı idarə etmək bacarığınız varsa, aydındır, prosesi idarə edəcəksiniz. Amma sizin qorxuların sizin yenməyini icazə verdiyiniz müddətcə, qorxular sizi idarə edəcək. Ya nəyinsə köləsi olasınız, ya da nəyinsə özünüzü kölə eləyib siz idarə edəcəksiniz. Bu sizin psixolojik sağlamlığınızdan, durumunuzdan, mental gücünüzdən asılıdır. Bunu da bacarmalısınız. Siz o boyutda sinifləri idarə eləmiş müəllimlərsiniz. O sinifdə hər tip uşaq olub. Bir ton valideynlə qarşılaşırsınız. Bir ton situativ vəziyyətlərlə qarşılaşmısınız məktəbdə. Bunları idarə etmiş adam 50 dənə, 60 dənə sual idarə edə bilməyəcək. Buna odaqlanın. Bilməyəcəyiniz şey yoxdur. Biz proqramı oxumusunuz, bir ton test yazmısınız, nə qədər sınaqlar işləmisiniz. Oturmaq lazımdır. Sualların şərtinə bir-bir baxmaq lazımdır. Sualların şərtinə bir, addım-addım baxmaq lazımdır. Bir dəfə oxuyursunuz, ikinci səfər oxuyacaq. Bir sualı iki dəfə oxumaya ehtiyac yoxdur. Bir dəfə oxuyuram, rahat sualdır, yazıram, gedib çıxıram matmışam. Ondan sonra qayıdıram, bir sualı ikinci səfər oxumaq. Yavaş-yavaş. Vaxt bitməmiş çölə çıxmaq olmaz. Aydındır. Qıraqdan sizə həyəcan yaradacaq. Ay filan kəsin ürəyi getdi. Ay filan kəsin əli qolu əsir. Ümumiyyətlə o adamlara baxmayın. Bir də o günlərin o qrupları birindən danışırdıq. Misal düşmüşdü alpinistlərdən. Baxın, alpinist bir zirvəni fəth eləməyə gedir. Siz də düşünün, bir imtahanı fəth eləməyə gedirsiniz, zirvəni fəth eləməyə. Adamın yuxarı nöqtədən yıxılıb düşməsi sağ qalma ehtimalı ilə zirvənin başından aşağıda yıxılıb sağ qalma ehtimalı eyni deyil. Əsas məsələ indi son dövrdür. Yəni siz zirvəyə çatmısınız, bir gün, 2 gün sonra zirvənin üstündəsiz. Hər şey sizin gücünüz tükəndiyiniz zaman əlinizdə olan enerjini faydalı istifadə edib oxumağa davam etmək lazımdır. Bir də zirvədə qalmaq lazımdır. Yəni həmin o zirvədəki dövrdə, imtahan dövründə elədiyiniz fəaliyyət önəmlidir. Yəni ən çətin məsələ burdadır. Ən çətin məsələ zirvəyə çatanda və zirvədə dayandığınız andır. Orada hər şey kontrol əlinizdə olmalıdır. Yoxsa sizin indiyə kimi ora çatana kimi həll elədiyiniz heç bir şeyin faydası olmayacaq. Məsələ həmin anı idarə etməkdir. Zirvəyə çatdığınız an ki, ayağımı hara qoyacağam, hardan çıxacağam, nə edəcəm, nə tər məşq olacaq, əsas kontrol nöqtəsi buradır. Zirvədə dayanacam, zirvənin küləyi də çoxdur, soyuğu da çoxdur, sıldırımı da çoxdur. Məsələ bura gəlib çatmısan. Əgər sən buradakı hər şeyi kontrol eləmirsənsə, ora çatdığına kimi elədiyin hər şey boşdur. Məsələ orada tarix kimi qeyd eləyəcək, o zirvəyə gedib çatanı. Bu bir. İkincisi də bu imtahan arzu məsələsi eşq məsələsidir. Siz zaten adam aşıq olduğu, sevdiyi məsələyə aşıq olduğu, sevdiyi adama görə narahat olur. Sizin də bu işinizdir də, bunu aşıq olmuşsunuz, sevmişsiniz, müəllimsiniz. Burada sizin həyəcanlanmanız da normaldır. Aydındır. Yenə də deyirəm, nə o sevincinizi, nə də ki o qorxunuzun sizi yenməsinə imkan verməyin.
Mümkün deyil. Siz onu özünüzə kölənizə çevirin. Aydındır. Məsələ bundan ibarətdir. Aydındır, o şairin adını unuttum. Vahid Əzizin bir dənə sözü var. Onlar bəlkə də uşaqlara çox misal çəkirəm. Deyib, aşiq olsa Çinar belə bar gətirər. İndi siz onsuz da bir Çinarsınız. Aşiq olmusunuz müəllimlik sənətinə. İstəyirsiniz ki, buradan bir şey çıxsın. Aydındır. Ona aşiq necə davranmalıdır, o cür olur. Yəni Leyli Məcnunla nətər, Məcnun da Leyliyə nə qədər həssas yanaşırdı. Siz də onu bu işə həssas yanaşın. Amma köləniz olmanıza icazə, nədir, siz onun köləsi olmağına icazə verməyin. Qoy sizin köləniz olsun. İmtahan prosesi imtahan prosesi bayaqlar izah elədim. Bir mental prosesdir. Aydındır. Bu bir puzzle'dır. Puzzle'ın içində imtahanı bəli izah elədim, idarə etmək var. Xəritə bilginiz var. Təhlil etmək bilginiz var. Qarşılaşdırmanız var. Nəticə çıxartmanız var. Aydındır. Stresinizi idarə etməyiniz var. Qorxunuzu idarə et. Bunların hamısı bir prosesdir. Sən evində oturub yazdığın sınaqla orada içəridə oturub yazdığın sınaq imtahan heç vaxt eyni olmayacaq. Fərq olacaq. Ona görə də kimsə deyə bilməz ki, mən burada bunu yazmışdım, orada onu yazdım. Əksərətən bizim suallar bəli, liqin standartındadır və orada bir şey gözləyirik. Amma ki, sən orada gedib o imtahan prosesini nə səviyyədə idarə edesin? Açar söz odur. Diqqətli olmaq, aydındır, qorxularınızı idarə eləmək. Onsuz da bir ton şey oxumusunuz da, bəsdir da, yəni özünü yormayın. Hər ana kimi oxumaq lazım. Oxumayan adam kimdir? Bu fərdi yanaşma. Mən oxuyuram, oxuduqca stresə düşürəm, oxuma. Amma mən oxuyuram, fərdidir yanaşma. Oxuyuram, bu günlərim oxuduğum əla olur, sabah qabağıma çıxanda yaxşı yazıram. Amma bunda oxu. Bu sən özünü daha yaxşı tanıyırsan da, hansını eləmək lazımdırsa onu elə. Bu dəqiqələr hamınızı uğurlar arzu eləmək olursa. Allah zeynə açıqlığı versin. Üçüncü gün hamımızdan xoş xəbər gözləyirik inşallah ki. Amma yenə də deyirəm, heç kimin fikri mən daxil olmaqla müəlliminiz olaraq, yəni sizdən kollegiyanız olaraq heç kimin fikri sizin sağlamlığınızdan, mental durumunuzdan, ruhunuzdan, əsəbinizdən önəmli deyil. Bunu unutmayın. Əlbəttə ki, kim sizə demirəm, elə hə, onsuz da fikir uyğun deyil, davay mən uğursuz olum, xeyr. Zamanı da dəyərləndirmək lazımdır. Həyat bir mərhələdir, hər mərhələdə nəyisə qazanmaq lazımdır. Həyat bir mərhələdir və hər mərhələdə nəyisə qazanmaq lazımdır. Yoxsa hamster sıçanlar kimi eyni nöqtədə fırlanmaq olmaz. Qazanmaq lazımdır, level atlamaq lazımdır. Amma bu level atlayanda mən əsəb və sağlamlığımı pozacamsa, psixolojik cəhətdən problemlə yaşayan bir insan olacamsa, onu heç o imtahan mənə də lazım deyil. Yəni bu bir imtahandır və düşünün ki, bizim onsuz da bir ikinci şansımız da var. Aydındır. Yəni olmayacaq, bir də eləyəcəm, bir də gedəcəm. İkincisi də o imtahan çox çətin bir imtahan deyil. Hamı çox rahat şəkildə, yəni rahat şəkildə burada hazırlaşan yoldaşlar 30-u 40-ı yazacaq. 51-ə çatmaq bayaq dediyim şeyləri diqqət eləməkdən keçir. Bu qədər diqqətlisinizsə, deməli oranda onda keçəcəksiniz. İnşallah ki.